Havalar biraz isinən kimi adamın ağlına gələn ilk şey piknik etmək olur. Biz də lazım olan hər şeyi götürüb piknik edəcəyimiz o gözəl məkana yollandık. Gördüyünüz bu yer Stupavanın mərkəzidir. Mənim üçün maraqlı olan hər yeri video alıb sizlərlə bölüşmək qərarına gəldim. Hər həftənin müəyyən günlərində belə bazarlar qurulur, amma biz bura çatanda artıq bazar yığışdırılırdı, ona görə də bazarı çox çəkə bilmədik. Bura isə bizim piknik edəcəyimiz həmin o gözəl məkandır. Bu arada pikniyi yeni tanış olduğum türk dostlarımla bir yerdə etdik. Bura çatan kimi ilk işim bu gözəl mənzərələri video almaq oldu. O sırada arxada türk dostlarım kahvaltı üçün süfrə qururdular. Videodan sonra təbii ki, mən də onlara kömək etdim. Belə bir gözəl süfrəmiz oldu. Pikniyə gəldiyimiz üçün ən çox sevinənlər isə gördüyünüz kimi uşaqlar oldu. Biraz yeyib enerji yığdıqdan sonra başladılar oyunlar oynamağa. Bu gözəl günün hər anını video aldığım üçün hissi paylaşmağı düşünürəm. Çünki həm video uzundur, həm editləmək zaman alır, həm də yorucu olmasın deyə hissi paylaşmaq qərarına gəldim. Gördüyünüz bu gözəlliyə çox böyük bir parkdır. Hadi, hadi getirsen. Hadi getirsen. Koyunlar yanına. Nerede de koyun var? Kaç istiyorum anne o kaç. Kaç. Aliya ilə söhbət edə-edə yollanırıq parkı kəşf etməyə. Aa burada keçi de var mami. Keçi var. Nedir bu? Bakın. Düşünürəm ki, bura uşaqlar üçün həm çox əyləncəli, həm də çox maraqlı bir parkdır. Necə deyərlər, həm ziyarət, həm ticarət. Təbiət qoynunda olmaq həqiqətən də insanın ruhunu dincəldir. Təbiəti sevən biri olduğum üçün belə yerlərdə olmaq məndə çox xoş təəssüratlar yaradır. Əminəm ki, mənim kimi təbiəti sevən insanlar da mənlə eyni fikirdədir. Ümumiyyətlə, mənim qarşıma belə videolar çıxanda axıra qədər izləməyi çox sevirəm. Çünki sanki özüm gəzmiş kimi oluram. Videonu uzun çəkməyimin səbəbi də budur. Yəni sizlərlə paylaşmağımda məqsəd odur ki, siz də mənimlə bərabər bu gözəl yerləri görmüş olasınız. Piknik vlogunun birinci hissəsini burada yekunlaşdırıram. Bu tərz videoları izləməyi sevirsinizsə, bəyənməyi və rəy bildirməyi unutmayın. Bugünlük bu qədər, hələlik.